Təbibin icraçı direktoru Vüqar Qurbanov 2025-ci ilin yekunlarına dair brifinqdə bildirib ki, tibb bacılarının evlərdə iynə vurmalarına icazə yoxdur. Buna baxmayaraq, tibb bacılarının evdə iynə vurması, sistem köçürməsi halları ilə tez-tez rastlaşırıq. Elə bu səbəbdən də icraçı direktorun bu fikri cəmiyyətdə birmənalı qarşılanmayıb, müzakirələrə səbəb olub. Tibb elmləri doktoru Adil Qeybulla mövzu ilə bağlı Today Press TV-yə danışarkən bildirib ki, dünyanın heç bir ölkəsində ev şəraitində vena daxili inyeksiya etmək təcrübəsi yoxdur. Çünki biz nə qədər görürük ki, antibiotikən evdə anafilaktik şok olub, ölüm halları, nə qədər görürük ağırlaşmalar. Bütün bunlar ümumiyyətlə hesab edən insan taleyini oynamaqdır. Və biz də dünyanın getdiyi yolla getməliyik. Və bu evdə müxtəlif inyeksiyaların, sonra infuziyaların xüsusilə aparılması qətiyyən yol verilməzdir. Bunlar yalnız və yalnız həmin reseptin yazıldığı xəstəxanada yaxşı olar ki, istər dövlət, istər munisipal, istər özəl harda yazılıb, orada aparılmalı daha məqsəd uyğundur. Həkim onu da əlavə edib ki, tibb bacısının ev şəraitində xəstəyə müdaxiləsi Sovet dövründən qalma ənənədir. Bugün dünyanın hər yerində olduğu kimi xəstədən hospitala sistemi işləyir. Yəni biz elə hər xırda bir şikayət olan xəstənin üstünə təcil yardım qaçmamalıdır. Dünyada belə şey yoxdur. Onun üçün ailə həkim institutu var, başqa sistemlər mövcuddur. Və düşünürəm ki, bu məsələləri biz beynəlxalq təcrübə ilə yola verməliyik. Beynəlxalq təcrübə də göstərir ki, ev şəraitində qətiyyən bu cür proseduralar aparılmamalıdır. Prosedur aparılmalı yer xəstəxanadır. Burada aseptika, antiseptikanın, sterilliyin gözlənilməsi və hər hansı bir fəsadlar baş verdiyi təqdirdə ilkin yardımla aparılması imkanı yalnız xəstəxanada mövcud. Əczaçı Hicran Cavadova isə hesab edir ki, ali təhsilli tibb işçilərinin ev şəraitində xəstəyə müdaxiləsi normal haldır. Bugün hazırda biz ali tibb bacılarından çox kurs oxuyanlar, yerdə, yəni evdə bir-birlərinə baxıb öyrənən tibb bacılarını daha çox görürük. Yaxşı olar ki, həkimin yazdığı reseptlərlə müraciət eləsinlər, amma biz bunları görmürük. Təcili tibb işçilərinə müraciət eləsinlər, poliklinikalarda, xəstəxanalarda, klinikalarda. Yəni bu vurulsa daha yaxşı olar. Düşünürsünüz ki, təcili tibbi xidmətləri zamanında gəlsə, heç də... Bəli. Çünki mən onlara özüm neçə dəfə deyirəm ki, gedin 103-ə müraciət eləyin, həkim çağırın, xəstəyə baxsın, uşağa baxsın, deyirlər gəlin. Mövzu ilə bağlı paytaxt sakinlərinin də fikirlərini öyrəndik. Tibb bacılarının xəstə adamlara müdaxiləsinə artıq qadağan olunubdur. Buna münasibətiniz? Mən müavə qarşı münasibətim pisdir, ona görə pisdir ki, tibb bacıları mən hasan çağırmışam, yaxşı insaniyyətli kimi qulluq ediblər. Heç təmənnasız, yaxsız evdə zəngimə gəlir. Yəni, indiyənə qədər görməmişik ki, belə bir problem olubdur ki, tibb bacıları kiməsə də nəsə problem yaradıblar. Əgər problem yaranıbsa, o tibb bacıları harada olur olsun, həmin problemi yaradacaqlar. Həmin problemi həkimlər də yaradırlar. Yəni, evə gəlib gəlməməyin heç bir tibb bacıların fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Bacılar düzdür çağırmağa evə. Yəni evə çağırmağın tərəfdarısınız? Hə. Nədən? Tibb bacılar çox yaxşı insanlar var. Təcil yardımı zəng edirsə vaxtında gəlmir. Nəsə belə bir mənfi yanaşırlar, getmək istəmirlər. Bu da ona görə də tibb bacıları məcbursan çağırasın evə. Onlar da belədir, gəlmirlər. Vüsalə Nəciyeva, Today Press TV.